Salam əziz abituriyentlər. Hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz Xəzər dənizi mövzusudur. Xəzər dənizi ilə bağlı bütün lazımi məlumatları sizin diqqətinizə çatdıracağam. Odur ki, keçək bugünkü dərsimizə. Demək, Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Yəni daxilə xarsız su hövzəsidir. Okean yaxud da dənizlərlə birbaşa əlaqəsi yoxdur. Amma sahəsinin böyüklüyünə görə suyunun fiziki, kimyəvi xassələri və orada yaşayan canlıların müxtəlifliyinə görə buranı biz dəniz adlandırırıq. Yəni sırf sahəsi böyük olduğuna görə. Amma dəniz adlandırılması da sadəcə şərti xarakter daşıyır, çünki hər kəs bu su hövzəsini göl kimi tanıyır. Geoloji keçmişdə Xəzər dənizinin demək Tetis okeanı ilə birbaşa əlaqəsi var idi. Yadınıza düşürsə, litosfer mövzusunda keçəndə demək deyirdik ki, Kaynozoy erasında demək Lavrasiya və Gondvana arasında formalaşmış Tetis okeanı parçalanır, yəni qapanır və yerində Aral, Xəzər, Aralıq və demək Qara dənizlər formalaşır. Adını çəkdiyim su hövzələrindən Xəzər dənizi və Aral dənizi qapalı hövzəyə çevrilir. Yəni okeanla birbaşa əlaqəsini itirir. Ona görə də biz bu su hövzəsini qapalı su hövzəsi adlandırırıq. Ümumiyyətlə Qara və Xəzər dənizlərinin yerində 10 milyon ilə qədər, yəni 10 milyon il öncə deyək də, Sarmat adında dəniz yerləşirdi. Sarmat. Sonradan Böyük və Kiçik Qafqaz dağlarının hündürləşməsi, yəni tektonik hərəkətlər nəticəsində Xəzər dənizi qapalı su hövzəsinə çevrilir. Və nəticədə göl olmasına baxmayaraq, sırf dəniz xarakterini daşıdığı üçün bu su hövzəsinə biz dəniz deyirik. Xəzər dənizinin səviyyəsi stabil deyil. Yəni sırf daxili axarsız hövzə olduğundan Xəzər dənizinin sahəsi dövrlər boyunca kəskin şəkildə dəyişmələrə məruz qalır. Hazırda Xəzər dənizinin sahəsi hesab olunur ki, 380 min kvadrat kilometrdir və Xəzər dənizi 5 ölkənin sahillərini yuyur. Burada deməli burada Azərbaycanın sahilləridir. Sahil xəttimizin uzunluğu 300 nə idi? Üzr istəyirəm. 825 kilometrdir. Ardınca bu hissədə demək İran sahilləridir. Bu hissədə İran sahilləridir. Bu hissədə demək bizdə Türkmənistan sahilləridir. Buralar Türkmənistan sahilləridir. Yuxarı hissəyə qalxanda bizim qarşımıza demək Qazaxıstan sahilləri çıxır. Qazaxıstan sahilləri. Və bu hissədə demək Rusiya sahilləri. Xəzər dənizinin Rusiya sahilləri. Demək 5 ölkənin sahillərini yudu. Oldu Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya. 5 ölkənin sahillərini. Ümumiyyətlə geoloji keçmişdə belə deyək ki 500 il əvvəl, 1000 il əvvəl Xəzər dənizinin müxtəlif adları olubdur. Xəzər dənizinə Xıvalın deyiblər, Bakı dənizi deyiblər, Gürcan dənizi deyiblər, Lənkəran dənizi deyiblər, Dərbənd, Mazandaran. Mazandaran adı ümumiyyətlə İranlıların verdiyi addır. Yəni əvvəllər Mazandaran adlı demək bu gölü o şəkildə adlandırırdılar. Və dedik ki, sahəsi 380 min kvadrat kilometrdir. Səviyyəsi dənizin qalxdıqca sahəsi böyüyür, azaldıqca isə sahəsi azalır. Hazırda Xəzər dənizində səviyyə tərəddüdü özünü daha aydın şəkildə göstərir. Yəni Xəzər dənizinin səviyyəsi aşağı düşür. Xəzər dənizinin şimaldan cənuba doğru uzunluğu, yəni bu məsafədən bu hissədən görmürəm. Bu hissədən buraya qədər uzunluğu 1200 kilometr məsafədə uzanır. 1200 kilometr. Orta enliyi, yəni deyək ki, orta enliyi, enlik bu şəkildə. Orta enliyi Xəzər dənizinin demək 320 kilometrdir. Orta dərinliyi isə 184 metrdir. Bunları silək bizə mane olmasın.
Demək dedi ki, sahəsi 380 mindir və sahəsi kəskin şəkildə illər keçdikcə dəyişir. Hazırda Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Bakı sahillərimizdə dəniz suları bir xeyli geri çəkilibdir, 10 metrlərə geri çəkilibdir. Ardınca baxağın uşaqlar Xəzər dənizinə tökülən çaylara. Xəzər dənizi dedik ki, qapalı hövzədir və bu dənizə təqribən 100 demək 30-a qədər çay tökülür. 130-a qədər çay tökülür. Və bu çaylar demək yerləşdiyi üfüqün cəhətlərinə görə bir neçə hissəyə bölünür. Dənizə cənubdan çaylar tökülür, dənizə şərqdən çaylar tökülür, qərbdən 1-2 çay tökülür və şimaldan çaylar tökülür. Xəzər dənizinə də şimaldan düşən ən böyük çay Volqa çayıdır. Volqa çayı Xəzər dənizinə tökülən suların ən azı 80%-ni təşkil eləyir. Gəlin bunları regionlar üzrə bölək. Birinci baxağın Xəzər dənizinə qərbdən tökülən çaylara. Ümumiyyətlə Xəzər dənizinin qərbi Azərbaycanla Rusiya ərazisinə düşür. Və qərbdən tökülən çaylardan Rusiya ərazisində Terek, Sulak bu çaylardır ən böyük çaylar. Azərbaycan ərazisindən isə Azərbaycan demək Rusiya Samur, Kür çayı, Lənkəran, Viləşçay, Təngərud, Astara, Qusar, Qudyal, Qara, Vəlvələ, Şabran, Gilgil, Ataçay bu çayların hamısı birbaşa Xəzər dənizinə tökülür dənizin qərb hissəsindən. Daha sonra cənubdan cəmi bircə dənə çay tökülür. Biz buna Səfidrud çayı deyirik. Qızılüzən isə Səfidrud çayının demək qoludur. Qızılüzən Səfidruda, Səfidrud isə cənubdan Xəzər dənizinə. Xəzər dənizinə qərbdən bu ərazilərdə iqlim quraq olduğuna görə, səhra yarımsəhra olduğuna görə burada çay şəbəkəsi çox seyrəkdir. Buradan dənizə Gorgan adında çay tökülür və Türkmənistan-İran sərhəddində olan Atrek çayı tökülür. Yəni kifayət qədər fikir verirsiniz, cəmi 2 dənə çay var. Sırf Mərkəzi Asiya regionuna təsadüf eləyir bu ərazi. İqlimi quraqdır, subtropik kontinentalıdır və demək mülayimin kəskin kontinentalıdır. Bu şəkildə oldu qərbdən tökülən çaylar. Qərb də deməyək, üzr istəyirəm, şərq, cənub-şərq regionu deyək buna. Daha sonra keçən dənizin şimal hissəsinə, şimaldan dedik ki, bayaq 80% suları təşkil edən Volqa çayı, burada Ural çayı Qazaxıstan ərazisinə, burada isə Emba çayı. Demək, ən böyük çaylar oldu. Volqa, Ural, Emba. Və fikir verin, burada Volqa çayı bir çox qollara bölünür. Biz buna delta deyirik. Demək, Volqa, Ural, Emba. Dənizin şimal hissəsindən tökülən çaylardır. Şərqdə olanlar Terek, Sulak, Rusiya ərazisi, Samur, Qusar, Qudyal, Qara, Vəlvələ, Şabran, Gilgil, Ataçay, Kür çayı, Astara, Təngərud, Lənkəran və Viləşçay. Bu çaylar Xəzər dənizinə demək qərbdən tökülən çaylardır. Cənub-şərqdən Gorgan və Atrek, cənubdan isə sadəcə Səfidrud. Xəzər dənizinə tökülən çaylardır. Və dedik ki, Xəzər dənizi qapalı hövzədir. Yəni buraya çaylar tökülür və çay çıxmır. Ona görə Xəzər dənizinin suları duzludur. Amma bu duzluluq dənizin hər yerində eyni miqdarda deyil. Ümumiyyətlə dənizin orta duzluğu 12-13 promil götürülür. Yəni 1 litr suda cəmi 12-13 litr, 12-13 qram duz var. Amma bu orta rəqəmdir. Çünki Xəzər dənizinin müəyyən yerlərində ümumiyyətlə duzluq 1 promilə düşür, müəyyən yerlərində isə 13-13,5 promilə qədər qalxır. Demək, baxaq şimal hissəsinə. Xəzər dənizinin şimal hissəsindən Volqa, Ural, Emba çayları töküldüyünə görə bu hissənin duzluğu cəmi 1 və 2 promildir. Yəni duzluq demək olar ki, yoxdur. Bu şəkildə. Orta hissələrdə duzluluq 11-12 promildir. Cənub hissələrində isə əsasən də cənub-şərq hissədə, hansı hissədən ki, demək çaylar çox seyrəkdir, tökülmür demək olar. Bu hissədə isə duzluq 13-14 promilə qədər artır. Ortalama isə 12 yaxud da 13 promil götürülür. Dənizin özünün isə daxilində yerləşən Qaraboğaz Qol körfəzi dənizdə ən böyük, ən duzlu olan hissədir. Burada duzluq 14 promildən çoxdur. Bu şəkildə bunları silək bizi qarışdırmasın.
Sonra baxaq demək çayları dedik, duzluğu dedik. Sonra keçən Xəzər dənizində yerləşən ada və yarımadalara. Birinci ada və yarımadalara baxaq. Azərbaycan ərazisində Abşeron yarımadası yerləşir. Abşeron. Daha sonra burada Abşeron yarımadası ətrafında Bakı arxipelaqı var. Demək Abşeron arxipelaqı var. Abşeron arxipelaqına aiddir Pirallaxı adası, Çilov adası. Bakı arxipelaqına isə deməli Böyük Zirə, Xərə Zirə və Daş Zirə və yaxud da digər adalar. Oldu. Azərbaycan sahilində yerləşmiş yarımada və adalar. Burada isə bizdə demək Kür dili burnu yerləşir. Yarımada da demək olar ona. Kür dili burnu yerləşir. Və ərazisində indi körfəzlərə ayrıca şəkildə baxacağıq. Körfəzlərdə qeyd eləyəcəm. Keçən Rusiya ərazisinə. Rusiya ərazisində Aqraxan yarımadası, bir qədər şimalda Çeçen adası, Çeçenistan sözündən, bir qədər də yuxarıda Suiti adası, Zudev adası, şimal hissədə burada Kulalı adası demək düşür Qazaxıstan sahillərinə. Bunu silim. Çox biraz qarışıq oldu. Demək, burada dedik Aqraxan yarımadası, Çeçen adası, Suiti adası, söhbət Xəzər dənizinin şimal hissəsindən gedir. Zudev adası, ümumiyyətlə bunu testdə də görməmişəm, ona görə ehtiyac yoxdur. Kulalı adası, Suiti adası, Durnev adası, burada Buzaki yarımadası Xəzər dənizində ən böyük yarımadalardan biridir. Burada isə Manqışlaq yaxud da Mangistau yarımadası. Bu şəkildə. Sonra Xəzər dənizinin şərqində burada Türkmənistan ərazisində Türkmənbaşı yarımadası yerləşir. Bir qədər cənubda yenə Türkmənistan ərazisində Çələkən yarımadası yerləşir. Türkmənistan sahillərində ayrıca Oqurçi adası, Aqurçinski də deyirlər və İran ərazisində burada balaca bir yerdə Miyan-Qala yarımadası. Fikir verirsinizsə, Xəzər dənizində əsas ada və yarımadalar demək dənizin şimal hissəsində təsadüf eləyir. Bunun səbəbi buraların dayaz olmasıdır və 4-cü dövr buzlaşmaya məruz qalmasıdır. Keçən baxağın körfəzlərə. Rusiya sahillərində Qızlar körfəzi, Qazaxıstan ərazisində Mangistau körfəzi, bayaq Manqışlaq yarımadası deyirdik, dedim ki, onun Mangistau yarımadası da demək olur. Burada ayrıca Qazaxıstan ərazisində Qazax körfəzi, Türkmənistanda Qaraboğaz Qol körfəzi, Türkmənbaşı körfəzi, Türkmən körfəzi, çox şax bunu qarışdırır. Türkmənbaşı bir qədər yuxarıda, Türkmən isə aşağıda. Azərbaycan ərazisində isə Qızılağac körfəzi, Lənkəran inzibati rayonuna düşür. Dəniz limanlarımıza baxaq. Ümumiyyətlə Xəzər dənizi hövzəsində ən böyük dəniz limanı Bakı şəhəridir. Yəni Bakı şəhəri yeganə şəhərdir ki, Xəzər dənizi hövzəsində paytaxtdır. Paytaxt olmaqla yanaşı həm də dənizdə yerləşən ən böyük limandır. Azərbaycan sahillərində 3 dənə əsas dəniz limanı var. Buraya Bakı limanı aiddir, Ələt limanı aiddir, Lənkəran limanı aiddir. Azərbaycan sahilləri. İran sahillərində Əncəli limanı, Türkmənistanda Türkmənbaşı, ayrıca Bektaş, Rusiyada Mahaçqala limanı, ardınca Rusiyada Heştarxan limanı, Qazaxıstanda Atırau və Aktau dəniz limanları. Bu şəkildə bu da oldu demək limanlar. Ada yarımada dedik, körfəz dedik, çayları dedik, limanları dedik. Burada ayrıca belə bir xəritə var. Demək, burada uşaqlar Xəzər dənizini biz ümumiyyətlə 3 əsas hissəyə böldük. Xəzər dənizinin şimalı, mərkəzi və cənubu. Demək, şimal hissəsi 44 şimal enliyindən şimalda qalan ərazilərdir. Demək, bura 41, 40, 41, 42, 43. Demək, 44 şimal enliyindən şimalda olan ərazilər, bu ərazilər Xəzər dənizinin şimal hissəsidir. Bu hissədə Xəzər dənizi çox dayazdır. Buranın maksimum dərinliyi 2-3 metr dərinliyindədir. Dayaz hissələrdir. Ardınca gəlir Xəzər dənizinin mərkəzi hissəsi. Mərkəzi hissəsinin ən dərin yeri, demək, Dərbənd çökəkliyidir. Burada yerləşir. Burada duzluq nisbətən çoxdur və Xəzər dənizinin cənub hissəsi. Buranın da ən dərin yeri Azərbaycan su hövzəsində yerləşən, yəni dəniz hissəsində yerləşən
Lənkəran çökəkliyidir. 1025 metr. 3 əsas hissə şimal, mərkəz və cənub. Şimalın dedik ki, ən dərin yeri cəmi 2-3 metr dərinliyindədir. Mərkəzdə Dərbənd çökəkliyidir. Cənubda isə Lənkəran çökəkliyidir. 3 əsas hissə. Xəzər dənizinin əsas donan hissəsi şimal hissəsidir. Həm burada duzluq azdır. Aydın məsələdir ki, suyun duzluğu nə qədər azdırsa, su o qədər tez donur. Məsələn, Dünya okeanında suyun orta donma temperaturu -1, -2 dərəcədir. Niyə? Çünki okeanlarda ortalama duzluq 35 promildir. Xəzər dənizinin də şimal hissəsi mülayim iqlim qurşağına təsadüf eləyir. Burada relyef düzənliyi olduğuna görə şimaldan soyuq hava kütlələri rahatlıqla daxil olur, temperaturu aşağı salır, yağıntı gətirir və buranın suları rahatlıqla donur. Çünki duzluğu da aşağıdır. Və donma sərhədləri bu hissələrə qədər, biraz da yuxarıdan çəkim, bu hissələrə qədər gəlir. Bu hissələr qış aylarında rahatlıqla donur. Buralar isə iqlim kəskin şəkildə dəyişərsə, temperatur kəskin şəkildə aşağı düşərsə, o şəkildə donar. Mən xatırlayıram, bir neçə il əvvəl Azərbaycan Xəzər dənizi sahilləri Sumqayıta qədər, əsasda Sumqayıt hissəsi, bu hissələr donmuşdu. Reportaj hazırlamışlar, dənizin ortasında buzun üstündə dayanmışlar. Bu şəkildə. Sonra nə izah eləmək istəyirəm sizə uşaqlar? Xəzər dənizində olan 3 əsas problem. Xəzər dənizində hansı problemlər var? Birinci problemimiz dənizin səviyyə tərəddüdüdür. İkinci problem ekoloji problemdir. Üçüncü problem isə bioloji problemdir. 3 əsas problem var. Səviyyə, ekoloji və bioloji. Səviyyə tərəddüdü haqqında bayaq izah eləmişdim. İndi daha ətraflı izah eləmək istəyirəm. Biz bilirik ki, Xəzər dənizi Dünya okeanı səviyyəsindən 27 metr aşağıda yerləşir. Yəni ona görə həmişə yazırıq -27. Hətta burada belə qeyd olunub, diqqətlə baxanda görünür. -27. Xəzər dənizinin səviyyəsidir. Okean səviyyəsindən aşağıdadır. Və bu səviyyə müxtəlif illərdə dəyişir. Xəzər dənizinin səviyyəsi artdıqca, azalır, səviyyəsi azalır, azaldıqca isə artır bu şəkildə. Səviyyə tərəddüdü ilə bağlı ətraf ərazilərdə ekoloji problemlər yaranır. Yəni deyək ki, Xəzər dənizinin səviyyəsi artdı. Xəzər dənizinin səviyyəsi artdığı üçün ətraf ərazilər su altında qalır. Deyək ki, sosial infrastruktur obyektləri, binalar falan, əgər dəniz sahilinə yaxın obyektlər tikilibsə, əsasən də restoranlar, kafelər olur da dəniz kənarında. Bu obyektlər su altında qalır. Suyun səviyyəsi artarsa, geri çəkilərsə isə həmin sosial infrastruktur obyektləri sulardan çox-çox geridə qalır. Hazırda bu çəkilmə daha çox Sumqayıt sahillərində özünü göstərir. Sumqayıt sahillərində obyektlərə baxırsan, görürsən ki, dənizlə obyekt arasında bəlkə də 100 yaxud da 70-80 metr məsafə var. Niyə? Çünki su geri çəkilibdir. Nə vaxtsa həmin obyektlər su altında olub, suyun altından dəmirlərə ayaq qoyub qaldırıblar da, obyektləri orada inşa ediblər. Hazırda isə sular çəkildiyinə görə obyektlər qurunun üzərində qalıbdır. Yəni bu səviyyə özünü açıq şəkildə göstərir. Bu isə hansı problemlərə gətirib çıxardacaq? Dənizin səviyyəsi azalarsa, onunla bağlı ayrıca bir slaydım var. Dənizin səviyyəsi azalarsa, ətrafdakı dənizin dibində olan duzlar ətraf ərazilərə yayılıb, torpaqları münbitliyini itirməsinə səbəb olacaq. Bir də insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Yəni problem budur. Səviyyə artarsa bəs nə baş verər? Səviyyə artarsa, ətraf ərazilər su altında qalar, yeraltı suların səviyyəsi qalxacaq, qurund sularının, duzlu, şorsulu suların səviyyəsi artacaq və ətraf ərazilərdəki torpaqlar şoranlaşmaya məruz qalacaq. Yaxud da bataqlıqlaşmaya məruz qalacaq. Bu onun səviyyə tərəddüdüdür. İkinci problem ekoloji problemdir. Ekoloji problem nədir? Sırf təbiətlə bağlıdır. Və biz bilirik ki, Xəzər dənizi hövzəsində çoxlu neft və təbii qaz hasil olunur, yəni çıxarılır. Və bu ölkələrdən Rusiya, Qazaxıstan, Azərbaycan əsas neft hasilatçısı ölkələridir. Daha çox neft çıxaran ölkələrdir.
və çıxarılma zamanı neftin içkiyə getməsi, yəni suyun üzərinə yayılması ekoloji problemlərə gətirib çıxardır. Ekoloji problem nədir? Su ilə demək hidrosferlə atmosfer arasında, yəni su ilə hava arasında oksigen mübadiləsi pozulur. Bunlar ekoloji problemlərdir. Sular çirklənir, buxarlanma getmir və nəticədə iqlim dəyişikliyi baş verir. Bu ekoloji problemdir. Bəs bioloji problem nədir? Bioloji problem Xəzər dənizində yaşayan canlıların sırf ekoloji problemlərdən dolayı onların yaratdığı problemlər nəticəsində həmin canlı aləmin məhvinin problemidir. Xəzər dənizi sahillərində yəqin ki, eşitmisiniz, reportaj hazırlayırlar. Bir də görürsən deyir ki, sahilə su iti gəlib, ölü su itilər yığılıbdır. Səbəb nədir? Səbəb ekoloji problemlərdir. Xəzər dənizinin müəyyən bir hissələrində neft hasilatı o qədər aktiv şəkildə gedir ki, sular demək neftlə çirklənir. Neftin çirklənməsi isə canlı aləmin məhvinə gətirib çıxardır. Yəni bioloji aləm deyəndə dəniz dibində yaşayan canlılar nəzərdə tutulur. Balıqlar, su itilər deyək, sonra su yosunları deyək. Bunların hər biri təhlükə altına düşür. Bu da oldu Xəzər dənizində baş verən 3 əsas problem: səviyyə, ekoloji və bioloji. Daha sonra belə bir slayd tapmışam, diqqətlə baxın uşaqlar. Bu mavi rəng olan yer Xəzər dənizinin ən dərin olan yerləridir. Ən dərin olan yeri bayaq qeyd elədim. Burada Lənkəran çökəkliyi idi 1025. Burada isə Dərbənd çökəkliyi idi. 918 metr olmalıdır, yanılmıramsa. Bu demək dərinlik şkalasıdır. Yuxarıdakı isə Xəzər dənizinin səviyyəsinin nə şəkildə, əgər suyu azalarsa nə şəkildə dəyişməsini göstərir. Açıq qırmızı rəng göstərir ki, əgər Xəzər dənizinin səviyyəsi 9 metr aşağı düşərsə, nəticədə bax bu rənglər ki var, bax bu ərazilər. Bu rəngin dəyişimi dəqiq tez. Nəticədə bu ərazilər Nəticədə bu ərazilər quruyacaq. Yəni buranın suları hamısı çəkiləcək. Görürsüz, burada Qarabağaz, Qol körfəzidir. Burada Türkmənistan sahillərində biraz var, Azərbaycan sahillərində biraz var. 9 metr aşağı düşən kimi bu ərazilərin hamısı quruyacaq. Yox, əgər 2 dəfə daha çox 18 metr aşağı düşərsə isə, o zaman Xəzər dənizi bax buraya qədər geri çəkiləcək. Bu demək ən çox təsir eləyəcək Qazaxıstan və Rusiya ərazisinə, həmçinin Azərbaycanın Xəzər demək sahil xəttinə. Fikir verin, bu ərazilərin hamısı suyu çəkiləcək, nəticədə quru sahəsi genişlənəcək, dəniz isə quruyacaq. Yəni bu şəkildə belə bir ehtimal olunan, proqnoz verilən demək sxem idi. Burada ayrıca mən Xəzər dənizində iqlimlə bağlı bir şey də qeyd eləmək istəyirəm. Burada əsas yadda saxlamalı olduğunuz nədir? Bununla da dərsi yekunlaşdıracağam. Xəzər dənizində su axınları, yəni suyun hərəkət istiqaməti dənizin özünün, fikir verin, dənizin özünün qərb hissəsində şimaldan cənuba gəlir. Oxu belə qoyaq, başa düşəsiz. Dənizin özünün qərb hissəsində şimaldan cənuba, şərqi hissəsində isə cənubdan şimala doğru hərəkət edir. Bunu yadda saxlayın, demişkən də qarşınıza çıxacaq. Su axınları dənizin qərbində şimaldan cənuba, şərqində isə cənubdan şimala doğru hərəkət eləyir. Suyun hərəkət istiqamətidir və nəticədə bu sular belə hərəkət eləyir. Buradan da təkrar bu üzə qayıdır, belə hərəkət edir. Fikir verirsiniz, tam bir dövrə vurur, həm də saat əqrəbinin əksi istiqamətində. Yəni bunu belə yadda saxlayın. Xəzər dənizində hərəkət edən su axınları dənizdə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Yəni bu istiqamətdə, əksinə. Bu şəkildə. Bugünkü dərsimizdə bu qədər. Ümid edirəm hər biriniz üçün faydalı oldum. Dərslərə davamlı şəkildə baxın, təkrarlayın. Xəzər dənizindən də sual düşə bilər qəbul imtahanına. Hər birinizə təşəkkür edirəm diqqətiniz üçün. Var olun, sağ olun.